Herkes salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, artıq bildiyiniz kimi 3 gün və ya 4 gün öncə sizinlə trade haqqında söhbət etmişdik. Artıq mən o ideyamı, fikrimi reallaşdırmağa konkret olaraq qərar verdim və inşallah ki, bundan sonra bərabər şəkildə, bəli, hamımız. Bu arada bunu da deyim ki, Kripto Azərbaycanın trade qrupu konkret olaraq pulsuzdur. Sadəcə və sadəcə dostlarım, burada sizə göstərdiyimiz birjada, çünki hamı bir birjada bütün əməliyyatları görəcək. Yəni istəyir özüm olum, istəyir başqası olsun, fərq etmir. Orada olan qanun, qaydalar, yoldaşlar, hamımıza aiddir. Başa düşdünüz, nizamla, intizamla, nəfsimizə konkret, baxın, konkret şəkildə deyirəm, nəfsimizə hakim olmalıyıq. Baxın, mənim start verəcəyim məbləğ sadəcə və sadəcə $100 puldur. Burada balansımı görürsünüz. Həmçinin siz də istəsəz, indi alt limit qoyaq ki, hər yoldan keçən də daxil olmasın, $50 başlaya bilərsiniz ən alt limit. O da imkanı olmayan adamlar üçün nəzərdə tutulur. Normal, belə deyim də, büdcəsi olanlarda ən az miqdarla, yəni $100 bunu düşünmüşük. Həmçinin Şəmsistan da, mən də, yəni $100-dan artıq bir məbləğlə konkret olaraq biz başlamayacağıq. Çünki niyə? Məqsədimiz dostlarım burada az pulu çox etməkdir. Başa düşdünüz? Və konkret olaraq bu miqdar bizə bunu öyrətməlidir ki, burada ilk öncə büdcə idarəsini, başa düşdünüz? Yəni burada $10.000 da olsa, inanın ki, bu məbləği qoruya bilməsək, hamısı yəni birjaların cibinə axacaq. Konkret olaraq biz buradakı məbləğləri elə də belə də qorumalıyıq. Məsəl üçün buradakı $105-mız $50 düşər, başa düşdünüz? Təkrardan onu qaldırmalıyıq. Başa düşdünüz? Ta ki, mən sizə belə deyim dostlarım, elə bu trade qrupunu açma səbəblərindən də biri budur ki, biz bu işə konkret olaraq el birliyi ilə, güc birliyi ilə, belə deyim, bərabər şəkildə sistemi otuzdurana qədər özümüzdə konkret olaraq, yəni günlük artıq qazanmağa başlayalım. Başa düşdünüz? Yəni xırda məbləğlə, bəli, günlük rasxodları, tələbatları falan filan, yəni bunları biz futuresdən çıxarda bilərik. Başa düşdünüz? Ona görə deyirəm ki, yoldaşlar, baxın, müəyyən bir yerdən sonra, məsəl üçün, deyək ki, $100 10x etdik. 10x nədir ki, yəni həqiqətən, yəni çox da böyük miqdarlar deyil də, yəni bu 10x, 20x, 30x. Yəni mənim əvvəlimi bu işdə bilənlər bilir ki, mən hansı məbləğlərlə futures əməliyyatlarına daxil olmuşam, ancaq dostlarım, onların sonu yoxdur. Başa düşdünüz? Konkret olaraq sonu yoxdur. Qardaş, büdcənin konkret olaraq 10%-ni hər əməliyyatda istifadə edəcəyik. %100 ən çox inandığımız yerlərdə maksimum deyirəm 25x-la 25x qaldıraçdan istifadə edəcəyik. Çünki bundan öncə etdiyimiz səhvlər çoxdur. Çalışaq ki, bundan sonra konkret olaraq o səhvləri hamımız etməyək. Başa düşdünüz? Yəni bu şəraiti özümüz üçün yaradırıq. Çalışaq hər kəs hər birindən, yəni hər birimizdən bir-birimizdən çox gözəl bir şəkildə yararlanaq və bərabər, əl-ələ düzgün bir şəkildə qazanaq. İndi isə KDX belə deyim, birjasının qeydiyyat linkini bu videonun rəylərində qeyd etmişəm. Həm rəydə var, həm də açıqlama qismində var. Bizim referansla buradan özünüzə hesab yaradın. Hesab yaratdıqdan sonra hesabınızı təsdiqləyin. Hesabınızı təsdiqlədikdən sonra bura indi bilmirəm $50, $100 depozit edərsiniz və sabah, baxın indi saat neçədir? 22:12. Düzdürmü? Sabah 22:12-də inşallah ki biz işimizə başlayırıq. Belə videomuz bu qədər idi dostlarım. Sağ olun, hələlik.